Zəngəzurun Qarakilsə rayonu. Qədim Türk torpağı olan bu bölgə füsunkar gözəlliyi, romantik mənzərəsi ilə seçilib. Burada hər fəslin öz nəfəsi, öz səsi var. Dağların sinəsindən süzülüb gələn çayları, göz yaş kimi dupduru soyuq bulaqları, şəlalilər sanki Qarakilsəyə layla çalır. Bu yerin, bu yurdun övladları da elə Qarakilsənin zəngin ormanları, mənzərəli təbiət kimidir. Qarakilsə rayonu Azərbaycana böyük duhalar getirib. Bu bölgənin böyük siyasi xadimləri, alimləri, ziyalıları Azərbaycanımızın tarixində mühüm rol oynayıb. Vətəninə, torpağına, yurduna bağlı bir həkimlə görüşdük. Tanımız cərrah, mətləb həkimlə. Hamına nurlu insan, gözəl həkim deyir. İlk söhbətimiz elə eldən, obadan düşdü. Əslən Zəngəzurluyam. Zəngəzurun Qarakilsə rayonunun Ərəfsə kəndindənəm. O kənddə doğulmuşam, amma kiçik yaşlarımdan Azərbaycanda 2 yaşımdan mən Sumqayıt şəhərində böyümüşəm. Amma hər ildə, ən azından hər ildə olmasa 2 ildən bir yay tətillərini məktəbdə oxuyarkən də kəndimizə gedirdim. Kəndimizin o mənzərəsi, valeh edici yerləri həmişə məni, necə deyim, belə valeh edirdi də. Bizim kəndin hardasa bir 500 metrliyində Tuşla deyilən bir yer vardı, Dəli çay üzərində. Oranı çox xoşlayardıq. Bizim kənd elə bir yerdə idi ki, bizim kəndin ayağında 4 çay birləşirdi. Çayın biri Qırxlar piri deyilən bir tərəfdən gələrdi, Dəli çay deyilirdi. Biri Abzər piri deyildik, o dağlardan gələrdi, Naxçıvan sərhəddindən, Naxçıvan dağlarından Gəvikdən. Üçüncü çayımız Salvartı dağından gələrdi, Salvartı çayı deyildi. Bir çay da kəndin içindən kiçik bir çayımız keçirdi, Xırda çay deyildi. Bizim kəndin mənzərəsi belə deyəydi, 4 dağın arasında 4 çayın birləşdiyi bir yerdə idi bizim kənd. İndi də yadımıza düşəndə çox belə, necə deyim, həsrət taparıq o kəndimiz üçün. İnşallah gün gələr ki, biz ora qayıdarıq və Zəngəzuru yenə görərik. Məncə bu belə də olacaq. Bu bir həqiqətdir ki, vətəninə, torpağına, yurduna bağlı insanlar hansı peşənin, hansı sənətin sahibi olursa olsun, onun memarı olur və bir də sənətini sevir, millətini sevir. Mətləb həkimlə söhbət edib bir neçə suallarımıza cavab aldıq. Azərbaycanda həkimlik fəaliyyətinə 1999-cu ildən başlamışam. Həmin il mən 1 nömrəli Sumqayıt şəhər xəstəxanasında həkim-uroloq vəzifəsinə təyin olunmuşam. Və həmin dövrdən bugünkü günə qədər 1 nömrəli Sumqayıt şəhər xəstəxanasında həkim kimi çalışıram. Həkimlik yolunda sıravi həkimdən baş həkim vəzifəsinə qədər yüksəlmişəm. 2019-cu ilin ortalarından COVID xəstəliyinin tövran etdiyi vaxtda rəhbərlik tərəfində mənə etimad göstərilərək 1 nömrəli şəhər xəstəxanasında COVID-lə mübarizə qurumunun rəhbəri kimi mən çalışmağa başladım və COVID-in sonuna qədər bu qrupun rəhbəri oldum. Həkimlik praktikamdakı ən çətin dövrlər COVID-19-un dövrünə düşür. Həmin dövrdə bildiyimiz kimi pandemiya vaxtı çox ağır bir vaxtlar keçirtdik və həmin dövrdə mən xəstəxanamızın bütün kollektivi ilə bir yerdə səfərbər olaraq COVID-ə qarşı mübarizəyə qoşulduq. COVID vaxtında ağır xəstələrimiz çox olurdu. Demək olar ki, istədin, istəmədin xəstələri itirmək məcburiyyətində qalırdıq. Həmin günlərdə biz sutkalarla xəstəxanadan kənara çıxmırdıq. Xəstələrin başı üzərində onların qulluq edib həyatlarını qurtarmağa çalışırdıq. Və 2021-ci ildə ölkə prezidentinin sərəncamı ilə mənə COVID-dəki səmərəli işinə görə tərəqqi medalına layiq görüldüm. Bugün də 2022-ci il aprel ayından 1 nömrəli xəstəxananın baş həkimi təyin olunmuşam və bu günə qədər bu vəzifəni icra edirəm. Həkimlik mənim gündəlik həyatımı necə təsir edib? Mən deyərdim ki, mənim həyatım xəstəxanada keçir. Belə deyərdik, həkimlərin bugünkü gün şəxsi həyatı yoxdur.
Bizim bütün həyatımız xəstəxanaya, xəstələrə həsr olunur. Səhər tezdəni xəstəxanada açırıq, axşam hava qaralana qədər. Elə olur ki, gecələr də xəstəxanada olur. Peşəkar inkişaf üçün çox çalışmaq lazımdır, oxumaq lazımdır, təcrübə qazanmaq lazımdır və qarşıma məqsəd qoyub həmin məqsədə çatmaq lazımdır. Mən qarşıma qoyduğum məqsədin deyərdim ki, hardasa 50-60%-nə nail olmuşam bugünkü gün. Amma istərdim ki, bundan da artıq nələrsə eləyə bilim xalqım üçün, xəstələrimiz üçün. Həkimlik mən elə mənəvi baxımdan uğur gətirib. Mən maddiyyatı önə çəkmirəm heç vaxt. Mənim üçün əsas onun mənəvi hissəsidir. Xəstələrin həyatını xilas edib, onları həyata qaytarandan sonra onların bizə elədiyi o təşəkkürlər, onların duaları bizim öz mənəvi həyatımızı çox zəngin edir. Gənc həkimlərə tövsiyə edərdim ki, işdən qorxmasınlar, işin ağırlığından, çətinliyindən qorxmasınlar, çalışsınlar ki, həmişə öyrənsinlər böyüklərdən, təcrübəli həkimlərdən, işdən qorxub geri çəkilməsinlər. Yadıma düşdü bir hadisə, demək 1985-ci ildə Kemerova şəhərində 7 noyabr paradı keçirilirdi. Həmin dövrdə Ulu Öndər Heydər Əliyev SSR Nazirlər Sovetinin sədrinin birinci müavini idi və onun portretini bir Rus götürmüşdü ki, paraddan keçməyə. Və mən o Rusa yaxınlaşdım, dedim ki, bu portreti ver mənə, bu mənim Zemlyakovumun portretidir. Və o portreti o Rusun əlindən alıb, o paradda Heydər Əliyevin portreti ilə mən keçmişim o vaxt. Onda mən Tibb Universitetinin tələbəsi idim və biz paraddan keçməyə gedirik. 7 noyabr paradı olurdu. Əvvəllər belə bir paradlarımız vardı, bizim SSR dövründə 7 noyabr Böyük Oktyabr İnqilabı ildönümü ilə parad olurdu. Onda mən tələbə idim və bu portreti əlimdə o paraddan mən keçmişəm. 10 il bundan qabaq deyilsəydi ki, Qarabağ alınacaq, biz Azərbaycanı bütöv eləyəcəyik, buna çoxlarımız şübhə ilə baxardıq ki, bu ola bilən, mümkün olan bir şey deyil. Amma ki, prezidentimizin rəhbərliyi altında 2020-ci ildə 44 günlük müharibənin başlaması ilə bizim bu arzularımız həyata keçdi. Mənim tələbəliyim Sibirdə keçib, 95-ci ilə qədər mən Sibirdə yaşamışam. Tələbəliyim, sonra orada həkim işləmişəm. O vaxtları biz, necə deyim, biz tələbə olarkən hələ 88-ci ildə Sibirdə Azərbaycan cəmiyyəti yaratmışdıq. 5 tələbə yığışıb o cəmiyyəti yaratmışdıq ki, Azərbaycana bu Qarabağ hadisələri vaxtı nəsə bir yardımımız olsun, nəsə bir köməyimiz olsun. Çox çalışmışdıq. Biz də o cəmiyyəti qurduq da. Sonra isə nəsə o cəmiyyətin işini davam elətdirmədik, hərəmiz bir tərəfə dağıldıq. 90-cı ilin yanvar hadisələrində mən 90-cı ilin yanvar ayının 26-sında Bakıya düşmüşdüm təyyarə ilə, tətilə gəlirdim. O Bakıdakı o vəziyyəti görəndə çox sarsılmışdıq. Gedəndə biz buradan o vaxt o video kasetlər aparmışdıq. 2 tələbə gəlmişdi Azərbaycana. O kasetləri biz öz universitetimizdə müəllimlərimiz, tələbələr arasında yaydıq. Həmin dövrlərdə professor heyətimiz, həkimlərimiz, müəllimlərimiz o kasetlərə baxdılar 20 yanvar faciəsinə. Və biz orada çalışdıq ki, xalqımıza edilən zülmü göstərək. Sonra Ulu Öndərimizin çıxışlarını orada biz göstərdik. Həmin dövrdə Moskvadakı Azərbaycan nümayəndəliyində Ulu Öndərin çıxışını biz yaydıq, göstərdik o vaxtları universitet müəllimlərinə, tələbələrə. Belə bir işlər görməyə çalışırdıq ki, Azərbaycana nəsə bir xeyrimiz dəysin. Çünki biz həmin dövrdə Azərbaycandan kənardaydıq. Burada da olsaydıq, yəqin ki, o dövrlərdə Qarabağ cəbhəsinin ön cərgələrində ola bilərdik. Biz tələbə idik, oxuyurduq ki, sonra ölkəmizə bir xeyrimiz olsun. Mən Qərbi Azərbaycan icmasının üzvüyəm və bizim icma vəsiqəmizin arxasında Ulu Öndərimizin və möhtərəm prezidentimizin aşağıdakı sitatları var da. Ulu Öndərimiz deyib ki, indi Ermənistanın adlanan ərazi Qərbi Azərbaycan, İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı, bunlar hamısı Azərbaycanlılar yaşayan diyarlar olub. Və bundan əlavə bizim möhtərəm prezidentimizin də bu vəsiqənin arxasında bu sözləri yazdı ki, bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur Göyçə mahallarıdır. Biz Azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu bizim strateji hədəflərimizdir. Həqiqətən də bu belədir. Mən çox istəyərdim ki, biz Zəngəzura dönək. Bu mənim arzumdur. Mən istərdim ki, əlbəttə əvvəllər buna inanmaya bilərdik. Amma 44 günlük müharibədə bizim Ali Baş Komandanın və şəhidlərimizin göstərdiyi şücaət, qəhrəmanlığın hesabını, Allah onlara rəhmət eləsin şəhidlərimizə, biz 44 gün ərzində Qarabağı aldıq və o vaxtlar deyirdi ki, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycan oldu.
və həmçinin antiterror əməliyyatında da Azərbaycanın bütövlüyü təmin olundu. Xankəndi də, o biri şəhərlər də Azərbaycana birləşdirildi. İndi bizim hədəfimiz Zəngəzur, Qərbi Azərbaycandır. Və biz yəqin ki, Ali Baş Komandanımızın rəhbərliyi altında, prezidentimizin rəhbərliyi altında Zəngəzura da ziyarət edəcəyik, Zəngəzuru da yəqin ki, qaytara biləcəyik və o diyarlarda yaşayacağıq. Mən bunu çox istərdim. Mm-hmm.